Bir daha Temu'dan məhsul sifariş etməyəcəm dediyim kargolarım gəldi. Son zamanlar Temu'dan sifariş etdiyim məhsullarda səhv göndərilmə halları daha çox rast gəlməyə başladı. Buna görə də mən Temu'dan bir daha sifariş etməyəcəyimə özümə söz verdim. Şəkildə də gördüyünüz kimi sifariş etdiyim məhsul ilə mənə gələn məhsul tamamilə ayrı modelləri idi. Elə bu dəfə məsələ də tam olaraq bundan ibarət idi. Məhsul səhv yollanmış olsa da Temu bu səhvliyi qəbul etmək istəmədi. Bu dəfəki sifarişim mövsümə uyğun olaraq bir neçə geyim məhsulu idi. Geyim məhsullarından biri gördüyünüz kimi bağlamanı açdığım zaman mənə şok yaşatdı və sifariş etdiyim məhsul ilə gələn məhsulun heç bir əlaqəsi olmaması növbəti məhsulları da açdıqda həvəsimi tamamilə sıfıra saldı. Sifariş etdiyim digər məhsullar isə olduğu kimi gəlmişdi. Əgər siz də Temu ilə bağlı sifarişlərinizdə yaranan problemləri həll etmək istəyirsinizsə, mütləq kanala abunə olub rəy bölməsində qeyd edin. Ölkədən kənardan hər hansı məhsul sifariş etdikdə önəm verdiyiniz ən önəmli məsələ məhsulun ölçülərinə diqqət etmək olmalıdır. Hər bir sifariş edilən məhsulun aşağı hissəsində ölçü cədvəli göstərilir və burada siz öz bədən ölçülərinizə uyğun şəkildə məhsulu düzgün şəkildə seçim etməyiniz üçün sizə uyğun ölçüləri dəqiq seçim etməlisiniz. Sadəcə bir məhsulu çıxmaq şərti ilə digər məhsulların keyfiyyəti istərsə də seçimim düzgün şəkildə gəlmişdi. Əsasən də bu telefon üzlükləri gördüyünüz kimi mükəmməl görünür. Əgər siz hələ də Temu'dan məhsul sifariş edə bilmirsinizsə, bunun üçün mütləq kanala keçid edərək paylaşdığım digər Temu alış-verişi videosunu sona qədər izləməyinizi məsləhət bilərdim. Növbəti videoda daha geniş məlumat almaq istədiyiniz hər hansı bir mövzu varsa, mütləq bunu mənə bildirin. Sizlər üçün paylaşacağam.